Hə, bildiyimiz kimi Şövkət xanım yaradıcılığa şeirlə başlayıb, şeir yazıb. Bir neçə il bir neçə şeir kitabı da çıxıb, sonra görüb, düşünüb ki, ürəyindəki o dolub daşan fikirləri, düşüncələri şeirin bəndlərinə sığışdırıb qutara bilmir. Ona görə də keçib nəsrə. Yəni Şövkət xanımın gəmisi deyib ki, mən okeanlarda üzə bilərəm, dənizlərə, çaylara yerləşmirəm. Başlayıb nəsr əsərlərinə keçməyə. Biz nəsrdən başladıq, amma indi yekunlaşdırmırıq. Biz Şövkət xanımla çox görüşəcəyik inşallah. Çox görüşəcəyik. Amma hələ ki bu söhbətimizi şeirlə davam elətdirmək istəyirik. Harda nöqtə qoyular görərik. Valla şeir çoxdur, amma son vaxtlar yazdığım şeiri deyirlər ki, qocalar, insan qocaldıqca başlayır sevgiyə təzədən qayıdır. Nasıl nəzər də var ki, təzədən hər yaşda insanlar sevir. İnsanın ruhu. Əsas Ona görə ruhdur. də bir iki dənə təzə yazdığım şeiri oxuyum sizə. Oxuyun. Bu gecə gəl duraq üz-üzə, nəfəs nəfəsə. Bu eşqi hicrandan alaq bu gecə. Ay doğsun bürünüb aydınlığına, şübhə tək beləcə qalaq bu gecə. Xəlvəti çəkilək qaranlıqlara, gecəni gecədə uyudaq yenə. Bu eşqi çıxaraq kövrəkliyindən sinəmizə çıxıb ovudaq yenə. Nə sən gilə elə, nə də mən dinim. Əzəldən sevgiyə möhtaçdır ürək. Aşdanış, bir kərə mən də sevinim. Alıb yuxumuzu asaq göylərdən. Yenə odan yeri gözləyə bizi. Oyanıb bu eşqin hənirtisinə, o köhnə duyğular gözləyə bizi. Dayanaq, üz-üzə, nəfəs nəfəsə. Bu eşqi hicrandan alaq bu gecə. Ay doğsun bürünək aydınlığına, şübhəcən. Biricə qalaq bu gecə. Gözəl. Benim də oxuyun. Mən səni bahar tək sevəcəm yenə. Mən səni bahar tək sevəcəm yenə. Sənə sevgi axacam yenə. Sənin əllərinlə yaz çiçəklərin dərib saçlarıma taxacam yenə. Səni arzu kimi sevəcəm yenə. Arzunun nə həddi, nə sərhəddi var. Uçur uzaqlara özündən qabaq sevgi dünyasına çatır arzular. Səni xəyal kimi sevəcəm yenə. Xəyalda vüsalın ayandı mənə. Hərdən təklimi gəlib ovudan, sənli xəyallarım hayandı mənə. Necə gözəldir o vaxt, o əyyam. Hər yana tutardı sevgi qoxusu. İndi də duman tək üstümü alıb, sükütə bürünən təklik qorxusu. Sevginin qoxusu necə dadır? Çox da ki saçımdan, saçımı çiçək çöküb. Çox da xəzən düşüb ömrün izinə. Yam yaşıl illərim ötüb keçsə də, mən səni bahar tək sevəcəm yenə. Gözəl. Qoymur, gözümə yığmışam göz yaşlarımı. Qəhər tutur məni, dinməyə qoymur. Dərdin zirvəsinə elə qalxmışam, yapışıb yaxamdan enməyə qoymur. Dünya karvanımı çəkir özü ilə, yalanı yol getmir əsla düzü ilə. Mənə daim baxır naşı gözü ilə, özümü özümə dönməyə qoymur. Mən bir qara qulam eşqin yolunda, məcnun tək gəzirəm zəncir qolumda, gözümə görürüb mələk donunda, səhrada azdırır, ölməyə qoymur. Deyirlər sevginin özü gözəldir. Şövkət həyat əzəl, sevgi əzəldir. Bilmirəm mənimlə qərəzi nədir,
Dəmadəm ağladır, gülməyə qoymur. Bu da sənin sevdiyi şeirlərin. Sanardım məcnunsan, mən də Leyliyəm. Sanardım məcnunsan, mən də Leyliyəm. Zamanın əlində hey gileyliyəm. Həmin divanəyəm, həmin dəliyəm. Ah naləm, o susuz çöllərdə qaldı. Həmin divanəyəm, həmin dəliyəm. Sevgi ocağına sən attın məni. Çırpı tək oduna qalatdın məni. Ümidsiz ümiddə qocatdın məni. Ətrim çiçəklərdə, güllərdə qaldı. Ömrə gün sayıram, özü də bilmir. İllərim təqvimdən tökülür bir-bir. Deyirlər ki, dünya sevənlərindir. Sevgim də sonalı göllərdə qaldı. Neyniyim, ta üzüb intizar məni. Döyüb tufan məni, tutub qar məni. Bir qarışqa çəkib aparar məni. Cismim də ələnib yerlərdə qaldı. Yanıma qısılıb qanadım, qolum. Elə sərgərdanam, dolaşıb yolum. Kimə tapşırmışsan qurbanın olum. Şöhkətim o səndi günlərdə qaldı. O qarışqa bənzətməsi hansı şairdə vardı? Döydü boran məni, döydü qış məni. Bir qarışqa minsəm aparar məni. Bir naqda yazmışam. Deyirdi ki, kimin idi o? Osman Sarıvərli. Osman Sarıvərli. O döydü Yağış məni, döydü yel məni. Bir qarışqa minsəm aparar aparar məni. məni. Orada qırnaqda yazmışam, bir qarışqa çəkib aparar məni. Çox Onu, gözəl. Şey kimi gedirdik. Çox gözəl. Şişirtmə. Kiçiltmə. O mübaliğə. Mübaliğə. Biz onu keçdik. Hə, Keçirdik onu dil. biz. Azərbaycan dilinin şeyindən, dərsinə. Həmin ifadədir. Burada qeyd edəmişik. Döydü yağış məni, Osman döydü Sərvərli qar yazır məni. orada. Bir qarışqa minsəm aparar Döydü qar məni, bir Döydü qarışqa. bir qarışqa minsəm aparar məni. məni. Çox gözəl yazıb onu. Sonra açarım qapıya düşmür. Gör, açarım niyə qapıya düşmür? Şəmsiyə. Açarım niyə qapıya düşmür? Deyim bilək. Titrək addımlarla pilləkənləri qalxıram nabələd bir dərviş kimi. Özgə tək qıraqdan durub baxıram, elə bil qapımı görməmiş kimi. Qapı o qapıdır, açar həminki. Bəlkə səs salmışam ünvanımızı. Qarşımda sükuta dalan qapıdan keçərdim 1000 kərə. Keçərdim səninlə 5 kərə azı. Yadımdamı sənin qolların üstə bir vaxt bu qapıdan keçdik ikimiz. O vaxtdan qapının astanasında qorunub saxlanır ayaq izimiz. Hər gedib gələndə bizə həvəslə qolların taybatay açıb gülərdi. Küsüb barışardıq hər sirrimizi özümüz bir də bu qapı bilərdi. Yəqin qəhr eləyib öz taleyinə qapımız inciyib mənlə görüşmür. Hövrlənib sənsiz tək gəldiyimə neyniyim? Açarım qapıya düşmür. Hikməti böyükdür. Gələndə həmişə sənlə gəlirdim. Qapı məni qollarını açıb qarşılayardı. İndi tək gəlmişəm deyə qapı da məni tanımır. Açarım da qapıya düşmür. Yəni belə şeirlər Çox dərindir. məndə çoxdur. Hətta bu axırıncı kitabımda da yeni ev almışıq, geri qayıdıram. Qapı məni tanımır, evim məni tanımır. Belə şeirlər çox. Tanımaq bir yana, sizi tək görmək istəmir. Qanadınızın o birisini də istəyir. Məndən sevgi umma. Sevinç də gözləmə daha.
Mən o mən deyiləm sən görən, xəyallara çəkilmişəm. O mən deyiləm sevən, sevilən, ulduzları qoynuna tabaq-tabaq yığan, baharla yarışa çıxan. O mən deyiləm. Sevgimi zaman uğurlayıb, vaxt içindən uçurub, yuvası boş qalıb, yerində həsrət gecələyir, kədər dincəlir. Sevgim, ulu babalarım tək kahalarda daşa dönüb, gözlərimdə yaşa dönüb. İshak misağa dönmüşəm, bir-birimizi səsləyirik uzaqdan. Tuta bilmədiyimiz səs kimiyik, görüşə bilmirik. Yaşadığım bu dünyada heç mənim deyil. Mənim dünyam beləmi dolaşmışdı? Yalana, kinə, küdrətə beləmi bulaşmışdı? Ümid, iman necə oldu, göyə mi çəkildi? İnsanların ruhuna ümidsizlik əkildi. Məndən sevgi, sevinç umma daha. Mənim nəyim qalıb, nə aparam sabaha? Nə özüm oldum sevilən, nə sözüm söz oldu eşidilən. İki dünya arasında qalmışam, edama məhkum edilən sevgimdən asılmışam. Gözəl. Möhtəşəm. Bu şiirlər, kitabları sonradan çıxıb, bu Bəstəli Əlibəylinin. Sizə yaradıcılıq uğurları arzulayırıq. Yaradıcı adam üçün yaş fərqi dönəmi yoxdur. Yaradıcı adam həmişə yaradıcıdır. Ruh gənc qalır, ruh yazmaq istəyir, ruh ilhamlanır, dolur, boşalır. Ona görə də yəni ki, bu davam eləyəcək. İnşallah bizim də müsahibələrimiz davam eləyəcək. Bu yol üstü, at üstü deyirlər bir müsahibədir. Fələkdən bir zaman da çaldıq. Sizdən də biraz çaldıq. Sizin də biraz olsa da. Amma bu düşünülmüş, planlaşdırılmış deyil inşallah. Poeziyam çox şaxəlidir, yaradıcılığım. Mən sənə deyim ki, həm uşaq şeirinə baş vurmuşam, həm nəsrə, həm poeziya. Olsun, nə gözəl. Uşaqlar üçün də bir pyes də yazmışdım. Hekayələr yazmışam, o kitablarımda durur. Onu verdim, arxivə getdi. O qədər mövzular var, işlənməli mövzular var ki, gərək ona ömür icazə versin. İnşallah. Nədən verməsin ki? O qaldı ki, prezident təqaüdünü aldım. Böyük bir ənam idi. Onu aldım. Kaşqarı mükafatını verdi. Qızıl qələm verdi. Prezident təqaüdü 6 aylıq, 1 illik. 1 illik. Fərdi təqaüd alarsınız inşallah. 1 illik idi. Onu verdilər. Sonra da Allah'a şükür, Resulullah mükafatı 2 aymış ki, mükafatı beynəlxalq mükafat. Dolu bir evlər dolu, fərqli fərmanlar filanlar. Azdır hələ. Bütün bunları bir tərəfə qoyaq. Amma insan istəyir ki, bu əməyinin qiymətini alsın. Qiymətini, bəhrəsini görsün. Bunun bəhrəsini görməyəndə hərdən görsən ki, ruhdan düşürsən ki, bu qədər yazıb yaradıram ki, nə mənası var, niyə, nədən yazdım, elə nə deyil. mənası var? Amma hərdən fikirləşəndə ki, Ədəbiyyatdır. Siz Nizamiyə, ədəbiyyat yazırsınız. nə Nizamiyə ad verilib, nə Füzuliyə ad verilib, nə klassiklərimizin heç birinə xalq yazıcı, xalq şairi adı verilməyib. Bu ancaq Sovet dövründən qalan bu psixologiyadır. Onu da ləğv eləyəcəklər. Bəli, onu ləğv eləsinlər. Ən gözəli. Hamının gözü yığışdındır. Bəli. Çünki lazım olmayanda Bərabərlik. gəlib yanında Elmira Axundova oturanda deyirəm, ay Allah, mən bu qədər əzablar kimi, mən bu 25 əsərinə özü neçə il mən fasilədən sonra dalbadal bunları ərsəyə gətirir. Sonra da 4 ciliddə şeirlərim yığışıb toplanır. Bundan heç olmazsa Qalacaq incəsənət xadimi, mədəniyyət işçisi, əməkdar mədəniyyət. Mən axı 47 il pedaqoji fəaliyyətim var. Əməkdar müəllim də ala bilərsiniz. İnşallah ki, tezliklə görərik. Təbrik eləyərik sizi. Minnətdar. Yox, bədbinləşməyin. Siz pozitiv insansınız. Ona görə də sizə yeni yaradıcılıq uğurları arzulayırıq. Yorulmayasınız, təbiniz həmişə coşsun, daşsın. Minnətdarıq sizə. Çox sağ olun.
Mənim qonağım oldunuz bugün. Yəni bilirsən, vaxt var idi. Mən həmişə deyirəm ki, bizim qapımız örtülməzdi. Örtülməzdi. İndi telefon zəngi də çalmış ki, görək burada kim necə yaşayır, bağlarından başqa. Lazımlılar gəlir. Evlatlarından başqa. Kişi dekan işləyirdi, kişi kafedra müdürü idi filandı. Valla işi düşməyən yox idi. İnstitutda qəbul olan, nə bilim, zaşıdı qalan, imtihana qalan.